Salam yoldaşlar, mən Fərid Əliyev, PES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə elə belə sözlər haqqında danışacağıq. Elə və belə sözləri. Gəlin görək, elə və belə sözləri hansı funksiyada çıxış eləyə bilərlər. Elə belə sözlərinə biz rast gəlmişik əvəzlikdə, düzdürmü? İşarə əvəzliklərində. Ki, işarə əvəzliklərimiz hansılar idi? O, bu, elə, belə, həmin, bəzən də, yəni haman formasında ola bilər. İndi bizim işimiz elə və belə sözləri ilə bağlıdır. Və biz qayda olaraq bilirik ki, elə və belə əvəzlikləri hansı nitq hissələrini əvəz eləyə bilər? İşarə əvəzliyi normalda sifəti əvəz eləyir. Amma elə ilə belə təbii ki, sifəti və zərfi də əvəz edə bilər. Baxın, əvəz edə bilər. Yəni, burada əvəz edirsə sifəti, zərfi, biz ona sifət, zərf deyə bilmərik. Bax, bu məqama diqqət edirik. Məsələn, nümunə yazıram. Elə adamla dostluq etmə və yaxud belə adamla, fərqi yoxdur, elə, belə adamla dostluq etmə. İndi baxıram ki, burada sifəti əvəz eləyib də, düzdürmü? Niyə? Çünki elə və belə nəyə aiddir? İsmə aiddir. Əşyaya aid olduqda sifəti əvəz etmiş olacaq. İndi zərfi əvəz edəndə də təbii ki, hərəkəti izah eləməlidir. İndi yazıram ki, mənimlə elə və yaxud da ki, belə danışma. İndi baxıram ki, danışma. Bunlar hərəkəti izah edir. Hərəkəti izah eləyibsə, demək burada neyinib deyəcəyik? Zərfi əvəz edib. Baxın ha, əvəz edib. Bu il Respublika Fənn Olimpiadasında düşmüşdü. Bax, elə belə ilə bağlı bir sual. İndi burada da ismə aiddir. İsmi, yəni əşyaya aiddir. Və burada deyəcəyik ki, nəyi əvəz edib? Sifəti. Sifəti əvəz edib. Baxın, bax, yoldaşlar, əvəz edib dedik. Mən bunlara sifət və yaxud zərf demədim ki, yox. Yəni, hər iki halda, yəni elə ilə belə, burada nədir? Ümumi qrammatik mənası əvəzlikdir. Biz bunlara əvəzlik deyəcəyik. Ay müəllim, burada sifəti əvəz eləyib baxı. Sifətdir, xeyr. Elə belə deyə sifəti varmı? Yox. Ay müəllim, hərəkətə aiddir da, zərfdir. Elə belə zərf deyil. Elə belə, yəni əgər hərəkəti izah eləyirsə, zərfi əvəz edib deyə bilərsiniz. Yəni zərfi əvəz etsə belə, nitq hissəsi baxımından nədir? Əvəzlik. Sifəti əvəz edib, düzdürmü? Əvəz etsə belə, yenə də nədir bunlar? Əvəzliklərdir. Yəni biz bu hallarda elə beləyə nə deyəcəyik? Əvəzlik. Yəqin ki, rahat şəkildə yadda qala. Bir daha deyirəm. Baxın, yəni özünüzü çaşdırmayın. Məsələn, başqa bir nümunə yazaq. Deyirəm ki, elə, nə bilim, insanlarla yaxınlıq etmə. Düzdürmü? Baxıram burada elə əşyaya aiddir və sual da necə? İnsanlarla. Elə insanlarla. İndi buradakı elə sözü mən deyəcəm ki, nədir nitq hissəsi baxımından? Əvəzlik. Bax, bunu deyəcəm ki, bunun nitq hissəsi əvəzlik. Hətta desə əvəzlik nəyi əvəz eləyib? Əşyanı izah eləyib. Əşyaya aid olduqda deyəcəyik ki, əvəzlik deyəcəyik, sifəti əvəz edib. Sifəti əvəz edib. Hərəkətə aid olanda da yenə də eyni şey. Məsələn, deyirəm ki, elə baxma. Nə bilim, belə bax. Düzdürmü? Belə bax. İndi burada da elə nəyə aiddir? Hərəkətə aiddir. Hərəkəti izah edir. Yenə də elə, belə, buradakı elə belələr nədir? Əvəzlikdir. Yəni, nitq hissəsini soruşursa, biz deyəcəyik əvəzlik. Hətta desə, bu əvəzlik nəyi əvəz eləyib? Elə belə deyəcəyik ki, hərəkəti izah edir də, hərəkətə aiddir. Deyəcəyik ki, zərfi əvəz edib. Vəssalam. Bu məsələ belə.
İndi gəldi bu elə belənin amonimliyi. Elə və belə, yəni amonim kimi amonimliyindən danışırıq. Yazıram bura, elə belənin homonimliyi. Elə belə. İndi elə belə bir yuxarıda öyrəndik əvəzlik ola bilər. Bir də ola bilər ədat. Amonimliyindən danışırıqsa. İndi baxıram bura. İndi burada mən beləni yazdım. Elə feillə də amonim ola bilər. İndi onu ayrıca izah eləyəcəm. Baxın, əvəzlik kimi, məsələn, yuxarıda yazdığımız nümunə. Elə adamla, nə bilim, dostluq etmə. Dostluq etmə. Düzdür, burada əvəzlik kimi işlətdik. İndi ədat kimi işlətdik. Deyirəm ki, elə səni 1000 yaşa. 1000 yaşa. Baxıram, sual verirəm də. Burada eləyə sual verə bilirəm? Yox. Amma burada sual verə bilirəm ən azından. Elə adamla dostluq etmə. Dostluq etmə. Kimi ilə? Adamla. Necə adamla? Elə adamla sual. Amma indi burada eləyə sual verin. Elə səni mi? Verə bilməyəsiniz sual. Demək, buradakı elə nədir? Ədat. Və amonimli funksiyasına daşımış olacaq. Yəni, buradakı elələr bir-birinə münasibətdə amonimdir. Hə, elədə bir də bunu yadda saxlayaq. Elə, belədə yox, belə feili yoxdur, amma eləmək feili var. Desəm ki, tapşırıq elə. Tapşırıqları elə. Hə, buradakı eləmək feilidir. Yəni, amonimlərdə biz nəyə baxırdıq? Başlanğıc formu. Yəni, bu sözün başlanğıc forması budur da, elə. Burada da başlanğıc formadadır. Burada da elə nədir? Başlanğıc formadadır. Demək, bunlar bu funksiyada işlənərsə, amonimli funksiyası daşıya bilər. Yəni, elə, belə olacaq əvəzlik, belə olacaq ədat, belə də olanda olacaq nə? Feil və amonimliyi ilə danışa bilərik. Amma belə sözü, feil kimi işlənir. Çünki beləmək feili yoxdur, amma eləmək feili var idi. İndi gəldik bu belə sözü. Belə. Amonim kimi bu da ola bilər əvəzlik, bir də ədat. Məsələn, əvəzlik kimi eləni dəyişə belə qoyaq da. Belə adamlarla nə bilim danışma. Bax, sual verin. Necə adamlarla danışma? Belə adam, əvəzlik. Bu fərq eləmir. Bu belə də işlənə bilər. Belə baxma. Yenə də əvəzlikdir də. Yəni, burada da, yəni hökmən deyil, əşyaya aid olsun. Elə adamla dostluq etmək. Deyirəm ki, elə danışma. Yəni, fərqi yoxdur da, yenə də əvəzlikdir. Yəni, hər iki məqamda mən burada beləni əvəzlik kimi işlətmişəm də. Yəni, hərəkətə aid olsa da, hərəkəti izah eləsə də, ismi, əşyanı izah eləsə də əvəzlikdir də. İndi ədat kimi işlədir. Ədat kimi də, məsələn, deyirəm ki, belə səni, nə bilim, 1000 yaşa. 1000 yaşa. Baxın burada. Belə nədir? Ədatdır. Və yaxud sual da verə bilmirəm də ən azından. Baxın, beləsə, buradakı beləyə sual verin. Görün, verə biləcəksiniz. Xeyr. Niyə? Çünki ədatdır. Köməkçi nitqçələri sual tələb etmir. İndi buradakı belələr, yəni əvəzli və ədat kimi işlənib və bir-birinə münasibətdə bunlar nədir? Amonimdir. Bu da belə. Gəldi indi bu elə sözü. Elə sözü. Başlanğıc formada belə ola bilər. El, bildiyimiz oba, elə, obaya mənasında. Hə, bunda başlanğıc formada çıxıb. Bunun başlanğıc forması eldir. Yəni, bu el isimdir. Yəni, məsələn, deyirəm ki, elə obaya getmək lazımdır. Düzdürmü? Hərdən bir baş çəkmək lazımdır. Getmək lazımdır. Artıq buradakı elə sözü, yəni buradakı elə sözü. Da bunu belə yazaq. Buradakı elə sözü, elə obaya getmək lazımdır. Yəni nə əvəzlikdir, nə ədatdır. Məzmunundan bilmək olur da, yəni el oba mənasındadır burada. Və bu başlanğıc formada deyil, eldir burada başlanğıc forma. Və bu əvəzli ədatla nə ola bilməz? Amonim ola bilməz. Həmçinin bel sözünü də işlədə bilərlər də belə. Yəni bel, bildiyimiz kürək, belə.
Aydın, bu da yəni isim olar. İsim kimi işlətmək olar. Nə bilim, deyirəm ki, belə ağırlıq düşmüşdü. Yəni kürəyə ağırlıq düşmüşdü və yaxud bel o yer qazmaq üçün əşya, alət, bel belə söykənir. Məsələn, deyirəm ki, Əli bağda iş gördükdən sonra belə söykənib dayanmışdı. Yəni bel belə deyək də indi alət mənasında, düzdür, o qədər uğurlu cümlə olmasa da, yəni buradakı bel alət mənasında da ola bilər və yaxud bel kürək mənasında, bel, kürək. Belə olanda bu artıq isimdir. İsim sayılır və bu belə əvəzliyi ilə, belə ədatı ilə amonim ola bilməz. Qısası ümumiləşdiririk. Elə, belə, əgər biz bunların təkcə indi elədən danışırıq, elənin amonimliyi ilə danışırıqsa, bu əvəzlik, bu ədat, bir də feil kimi amonimli funksiyası daşıya bilər. Belə sözü isə amonim kimi ya əvəzlik, ya da ki, zərf funksiyasında, zərf yox, üzr istəyirəm, əvəzlik ya da ədat funksiyasında çıxış etməlidir. Yəni, elə ilə belənin amonimli məsələsi, baxın, belədir. Bütün işlənmə funksiyalarında demək olar ki, izah elədim, isim kimi və s. Belə, əgər sizlər də imtahanlarda yüksək nəticə göstərmək istəyirsinizsə, təbii ki, dərslərimizə qoşulub faydalana bilərsiniz. Bunun üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu qədər. Sağ olun.